turş duzlar, əsasi duzlar adlandırarkən nələrdən istifadə edirik? Məsələn, tutaq ki, yazıram ferium OH 2 dəfə xlor. Yadınızda qalsın, əsasi duzlarda qeyd kimi götürürsünüz. Əsasi duzlarda. Əgər OH 1-dirsə, hidrokso. Əgər OH 2 dənədirsə, dihidrokso, dihidrokso sözlərindən istifadə olunur. Məsələn, dəmir, baxaq görək burada neçə valentlidir. 2 dənə OH saxlayır və 1 dənə də flor saxlayırsa, 2 üstəgəl 1, deməli, dəmir burada 3 valentlidir. Dəmir 3 valentlidirsə, dəyişkən valentlidir, yadımıza salırıq. Dəyişkən valentlərdə mütləq valentlik qeyd olunmalıdır. Onda deyəcəksiniz, dəmir 3, OH sayı 2 dənədirsə, onda nə deyirik? Dihidrokso. Dihidrokso xlorid. Xlorid. Tutaq ki, bir də yazıram alüminium OH 2 dəfə xlor. Alüminium dəyişkən valentli deyil, sabit valentlidir. Ona görə də mütləq valentliyin burada qeyd eləmirsiniz. Eləcə deyirsiniz alüminium, ancaq OH-ın sayını mütləq qeyd edirsiniz. Çünki 2 dənə OH var. Dihidrokso xlorid. Bu belə. Əgər OH 2 dənə olarsa, bu cür adlandırırsınız. Dəyişkən valentlidə və sabit valentlidə. Bəs yaxşı, OH 1 dənə olanda necə adlandırırsınız? Gəlin baxaq. Məsələn, yazıram ferium OH xlor. Baxın, burada 1 dənə OH, 1 dənə xlor. Deməli, dəmir neçə valentliymiş? 2 valentli. Onda deyəcəksiniz, dəmir, mütləq valentliyin qeyd edirsiniz. 2 hidrokso xlorid. Bəs yaxşı, sabit valentlilərdə necə deyirsiniz? Kalsiyum OH xlor. Bu zaman eləcə kalsiyum hidrokso xlorid. Daha sonra, əgər, məsələn, burada biz yazmışıq ferium OH 2 dəfə xlor. Bəs ferium OH xlor 2 dəfə olsa necə adlandırırsınız? Burada yadınızda qalsın, turşu qalanda D3 mono sözləri deyilmir. Sadəcə dəmirin valentliyini tapırsınız. Dəmir, baxın, 1 dənə OH, 2 dənə xlor saxlayıbdır. Deməli, dəmir 3 valentlidir. Onda deyirsiniz, dəmir hidrokso, OH 1 dənədir. Hidrokso xlorid. Sabit valentlilərdə eyni olduğu kimi alüminium OH xlor 2 dəfə. Burada da deyəcəksiniz alüminium hidrokso xlorid. Yəni, burada 2 dənə xlor olduğunu demirik biz. Deməli, əsasi duzların adlanması bu qədər. İndi keçək turş duzların adlanmasına baxaq. Digər duzların adlanması normal duzlardır, 2 qat duzlardır, qarışıq duzlardır. Bunlar asandır adlandırmaq. Ancaq ən çox çaşqınlıq yaradan turş və əsasi duzların adlandırılmasıdır. Məsələn, turş duzda qeyd kimi götürsünüz. Hidrogen 1 dənədirsə, hidrogen 2 dənədirsə, dihidro sözlərindən istifadə edirsiniz. Məsələn, yazıram natrium H, deməli SO4. Bu zaman deyəcəksiniz natrium hidrosulfat. Və yaxud da natrium H2PO4. Baxırıq, 2 dənə H var. Onda nə deyirsiniz? Natrium dihidrosulfat.
Əgər dəyişkən valentli olduqda, yəni bayaqki qaydada olduğu kimi, yəni mütləq orada metaldan sonra valentliyi, daha sonra di, hidro və yaxud da hidro sözlərini əlavə edərək davam edirsiniz. Ancaq bəzi istisna turşularımız var ki, onlar hidrogen sayı müxtəlif olsa da bir əsaslı, iki əsaslı ola bilir. Onların adlanmasını isə növbəti videolarda